Paytaxtın gecə klublarının yeni müştərisi var. Neftçinin transferi Vincent Abubakar haqqında irəlilərdən biri bax belə yazılmışdı. Mövsümün transfer bombası məhz bu klubdan gəldi. Qarabağın da maraqlandığı forvard ağ-qara formanı geyinəcək. Bu mövsüm sanki ən böyük problemi elə forvard olan Neftçi bununla da heyəti tamamlamış oldu deyə bilərik. Bu mövsüm klub səviyyəsində meydanda olmayan Kamerun millisinin kapitanı karyerasının son kartlarından birini bax Neftçi ilə oynayır. Komanda öz növbəsində keçidi xüsusi elan etdi. Hətta ölkə futbolunda nadir hallarda görünən qarşılanma mərasimi də baş tutdu. 60 min dollar civarında maaş alacaq futbolçunun kluba faydalı olacağı isə hələlik dəqiq deyil. O, intizamsızlığı və gecə həyatına maraqlı olması ilə tanınır. Azarkeşləri də bax bu mövzu əslində narahat edir. Forvard klub seçimləri və karyerası ilə bağlı mövzularda hər zaman böyük pulları üstün tutub. Beşiktaşın heyətində konferans liqası oyununda Neftçiyə qol da vuran Abubakarın adı və karyerası həm böyükdür, həm də bir o qədər stresli. Maraqlıdır, bax burada özünü hansı tərəfdən göstərəcək və ya Samir Abbasov onunla bacaracaqmı?